Prezident İlham Əliyevin keçmiş kürəkəni, iş adamı Emin Ağalarovun sahibi olduğu Sibiriz Rezorta ümumilikdə 55 hektardan çox su fondu torpaq sahəsi ayrılıb. Bu barədə aprelin 15-də baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara görə Xəzər dənizinin Azərbaycana aid hissəsində sahil boyu 20-50 metrlik zolaqda Sibiriz üçün 2 süni torpaq sahəsi ayrılıb. Biri düzbucaqlı, digəri gəmi formasında. Bu sahələrin 9 hektarı sahil zolağının altında, 46 hektarı isə su akvatoriyasında yerləşir. Xəzər dənizində süni torpaq sahələrinin yaradılması haqqında qanun 2024-cü ilin mayında qəbul edilib. Qanun süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən kazino oyunlarının keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsini nəzərdə tutur. Emin Ağalarov hələ 2024-cü ilin oktyabrında Nardaran qəsbəsində tikdirdiyi Sibiriz kurort kompleksində kazino açmaq istədiyini səsləndirib. O, Rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində demişdi ki, hökumət kazinoların qanuniləşdirilməsi ideyasını nəzərdən keçirir. Bu çıxışından sonra hökumət yönlü media və deputatlar kazinoların qanuniləşdirilməsini əsaslandıran çıxışlar etməyə başlayıblar.